Gəlin bir anlıq zamanda səyahət edək. Amma nə 100 il, nə də 1000 il, düz 300 milyon il əvvələ. Karbon dövrünə. Təsəvvür edin, atmosferdəki oksigen bugünkü kimi 21% deyil, baş gicəlləndirici 35%dir. Hər nəfəs sizə inanılmaz bir enerji verir. Ətrafınızda göydələnlər kimi uzanan nəhəng qıcı meşələri var. Başınızın üstündən isə bu bir quş deyil, qanadlarının ucları arasındakı məsafə 75 sm olan müasir cırcıramanın əcdadı Meqaniora uçur. Sanki başqa bir planeta düşmüsünüz. Və bu təsvir heç də fantastika deyil. Yəni mənbələrdə Melchior Neumayer'ın təsvir etdiyi bu dünya tamamilə real olub. Bataqlıqlarda balıqla kərtənkələ arası qəribə amfibiyalar gəzir. Bu, bizim planetin keçmişidir. Düzü adamın beyni bunu götürmür. Əsas sual da budur. Biz bütün bunları haradan bilirik? Və daha da vacibi, həyatın həmişə belə olmadığı, yəni zamanla dəyişdiyi fikri ilk dəfə kimin, necə ağlına gəlib? Bax, bugün sizinlə birlikdə məhz bu sualın cavabını axtaracağıq. Təkamül ideyasının qədim Yunanistandakı ilk qığılcımlarından Darwinə qədər ki, uzun və çox maraqlı hekayəsini danışacağıq. Təkamül deyəndə hamının ağlına dərhal o eyrəkli, saqqallı Charles Darwin gəlir. Amma mənbələrə baxanda görürük ki, bu fikir Darwindən min illərlə əvvəl mövcud olub. Hətta eramızdan əvvəl 560-cı ildə Miletli Anaximander adlı bir filosofun beynində cücərib. Bəli, və işin ən maraqlı tərəfi odur ki, Anaximander'ın öz yazıları bizə gəlib çatmayıb. Biz onun haqqında başqalarının, məsələn Hippolit və ya Aesius kimi sonraki mütəfəkkirlərin yazdıqlarından bilirik. Yəni, sanki bir detektiv şikimidir. İpuclarını birləşdiririk və bu ipucları adamı heyrətə gətirir. Məsələn, Hippolit onun haqqında yazır. Heyvanlar günəş tərəfindən buxarlanan nəmdən törəmişdir. Bir dəqiqə, yəni həyat palçıqdan, sudan yaranıb. Bu, o dövr üçün inanılmaz cəsarətli bir fikir deyilmi? Bütün o mifik tanrıları, yaradılış hekayələrini bir kənara qoyub təbiətin özünə baxmaq. Tamamilə. Bu, həyatın mənşəyini fövqəltəbii qüvvələrdə yox, təbiətin özündə axtarmaq üçün atılmış ilk addımlardan biridir. Amma əsas məsələ Ertaysunun dedikləridir, onlar daha da heyrətləndiricidir. O yazır, ilk heyvanlar nəm içində əmələ gəlib və tikanlı qabıqları olub. Böyüdükcə quruda yaşamağa başlayıblar və qabıqları çatlayandan sonra qısa müddətə yeni bir həyat tərzinə uyğunlaşıblar. Vay, bu ki sanki təkamül prosesinin poetik bir təsviridir. Bir canlının sudan quruya çıxması, adaptasiyası. Yəni ilk insanlar bir növ balıq kimi qabıqdan çıxıblar. Bu ki müasir fantastik film sinarisinə bənzəyir. Səslənməyi gülməli olsa da, arxasındakı məntiq çox dərindir. O, canlıların mühitə uyğunlaşaraq dəyişə biləcəyi ideyasını ortaya atır. Təsəvvür edin, 2500 il əvvəl. Bu, ağlasığmaz bir uzaq görənlikdir. Və bu tək deyildi. Qısa müddət sonra, təxminən eramızdan əvvəl 500-cü ildə Efesli Heraklit çıxır səhnəyə. Onun o məşhur hər şey axır, hər şey dəyişir və eyni çaya 2 dəfə girə bilməzsən sözlərini yəqin ki eşitmisiniz. Əlbəttə, fəlsəfə dərslərindən tanışdı. Amma bu sözlərin bizim mövzumuza nə aidiyyatı var? Yəni, sadəcə hər şeyin dəyişdiyini demək təkamül fikri sayılırmı? Bax, burada incə bir məqam var. Heraklitin əsl töhfəsi sadəcə dəyişimi müşahidə etmək deyildi. O daha irəli gedirdi. Deyirdi ki, bizim işimiz təkcə bu dəyişimi seyr etmək yox, onu anlamaqdır. Onun arxasındakı qanuna uyğunluğu, o sistemi tapmaqdır. Yəni, hər şey axır, amma bu axının bir məntiqi var. Bax, bu elmi düşüncənin təməlidir. Dəyişimi sadəcə qəbul etməkdən, onu araşdırmalı bir obyektə çevirmək məhz Heraklitlə başlayır. Çox maraqlıdır. Deməli, antik Yunanlar dəyişim fikrinə açıq idilər. Amma tarixdə elə dövrlər olub ki, bu hər şey dəyişir fikri tamamilə unudulub, hətta təhlükəli sayılıb. Məsələn, orta əsrlərdə təbiətə baxış sanki donmuşdu, elə deyilmi? Səhnəyə müqəddəs Avqustin kimi ilahiyyatçılar gəlir. Bəli. Oyunun qaydaları tamamilə dəyişir. Artıq təbiəti anlamağın açarı müşahidə və fəlsəfə deyil, müqəddəs mətinləridir. Xüsusilə də Yaradılış kitabı. Avqustin özünün Tanrının şəhəri əsərində Nuhun tufanı hekayəsini analiz edərkən çox praktik bir problemlə üzləşir.
Yəni, Nuhun gəmisi Türkiyədə Ağrı dağında dayanıbsa, bəs Avstraliyadakı kenqurular və ya Amerikadakı lamalar ora necə gedib çıxıb? Doğrudan da bu çox məntiqi sualdır. O dövrün alimi üçün bu böyük bir tapmaca olmalıydı. Bəs Avqustin buna nə cavab tapır? O, bir neçə variant irəli sürür. Birincisi, deyir bəlkə də heyvanlar özləri üzərək gediblər. Amma bu mümkün deyil axı. Əlbəttə, bu açıq-aşkar hər canlıya aid deyil. İkinci variant, bəlkə də mələklər onları ora aparıb. Bu artıq məsələni iman müstəvisinə keçirir. Amma üçüncü variantı ən maraqlısıdır. Avqustin deyir ki, bəlkə də Tanrı özü canlılar törət əmrini verərək həmin adalarda yerli torpaqdan o canlıları yenidən yaradıb. Bu mövcud dini ehkamı coğrafi reallıqla uzlaşdırmaq üçün bir cəhd idi. Bu uzlaşdırma cəhdi təkcə real heyvanlarla məhdudlaşmırdı deyəsən. Mənbələrdə göstərilir ki, Avqustin yaşlı Pliniyin əsərlərində təsvir etdiyi itbaşlı insanlar, sinusefaliya haqqında da ciddi-ciddi düşünürmüş. Bir dəqiqə, yəni onlar ciddi-ciddi itbaşlı insanların ruhu olub-olmadığını müzakirə edirdilər. Bu nə deməkdir? Tam olaraq bunu müzakirə edirdilər. Çünki problem çox dərin idi. Sual bu idi. Bu itbaşlı varlıqlar Adəm və Həvvanın nəslindən gəlir, yoxsa heyvandırlar? Əgər Adəmin nəslindəndirlərsə, deməli onların da ruhu var və xilas olmaları üçün onlara da İncili təbliğ etmək lazımdır. Bax, bu, o dövrün dünya görüşü üçün həyati bir sual idi. Coğrafi keşflər artdıqca, dünyanın fərqli yerlərindən qəribə canlılar haqqında hekayələr gəldikcə, bütün bu müxtəlifliyi tək bir yaradılış hekayəsinə sığdırmaq getdikcə çətinləşirdi. Anladım. Deməli, onlar bir növ bütün bu parçalar bu qutuya necə sığışır sual ilə mübarizə aparırdılar. Yaxşı, bu fəlsəfi və ilahi bir bahisələrdən biraz uzaqlaşıb, əlimizlə toxuna biləcəyimiz sübutlara, daşlara, qayalara, yəni geologiyaya keçək. Burada qarşımıza aktualizm deyilən çox maraqlı bir prinsip çıxır. Mənbələrdəki başsız at bənzətməsi məncə bunu mükəmməl izah edir. Bəli, o bənzətmə həqiqətən əladır. Təsəvvür edin, yolda başsız bir at cəsədi görürsünüz. İlk ağlınıza gələn nə olar? Yəqin ki, bu atın başsız doğulduğunu yox, hansısa bir hadisə nəticəsində başının qopduğunu düşünərsiniz. Elə deyilmi? Əlbəttə, başsız at doğulmaz ki. Bax, aktualizm də məhz budur. Keçmişi anlamaq üçün bugün işləyən təbiət qanunlarını və proseslərini əsas götürməliyik. Başqa sözlə, indiki zaman keçmişin açarıdır. Bugün bir çay dağları necə yuyub aparırsa, milyon il əvvəl də elə yuyub aparırdı. Bu fikri elmi müstəviyə gətirən isə Şotland geoloq Charles Lyell oldu. Onun Geologiyanın prinsipləri kitabı Darwin üçün demək olar ki, bir inqilab oldu. Darwin sonraları etiraf edir ki, fikirlərimin yarısı Lyell'in başından çıxıb. Yəni, Lyell deyirdi ki, Alp dağları kimi nəhəng strukturlar hansısa qədim, mistik bir güclə yox, milyon illər boyunca davam edən yavaş-yavaş tədricən baş verən proseslərlə yaranıb. Bu da o deməkdir ki, yer kürəsinin yaşı bizim təsəvvür etdiyimizdən qat-qat çoxdur. Məhz belə. Darwinin nəzəriyyəsi üçün lazım olan ən vacib şey, o dərin, sonsuz zaman anlayışı məhz Lyell tərəfindən təmin edildi. Ancaq Lyell'in bu təkdüzənlilik nəzəriyyəsinin bir zəif nöqtəsi var idi. Fosillər. Əgər hər şey yavaş və tədricən dəyişirsə, niyə fosil qeydləri təbəqədən təbəqəyə keçdikcə bu qədər kəskin dəyişir? Sanki canlılar aləmi bir anda silinib, yerinə tamamilə yeniləri gəlir. Ən altda sadə dəniz canlıları, biraz yuxarıda balıqlar, sonra qurbağalar, sonra kərtənkələlər. Bu, yumşaq bir keçiddən çox inqilablara bənzəyirdi. Və bu boşluğa cavab olaraq, səhnəyə başqa bir nəhəng fransız alim Georges Cuvier çıxır. O, Lyell'la tamamilə əks bir fikir irəli sürür. Katastrofizm, yəni fəlakətlər nəzəriyyəsi. Bəli, Cuvier dövrünün ən böyük anatomu və paleontoloqu idi. O, fosillərə baxıb deyirdi ki, xeyr, cənab Lyell, keçmişdəki proseslər bugünkülərlə eyni deyildi. Onlar qat-qat daha güclü, daha fəlakətli idi. Mənbələrdəki bir lətifəyə görə Cuvier rəssam John Martin'in Nuhun tufanını təsvir edən tablosuna baxıb deyib ki, ancaq dünyaya çox yaxın keçən bir komet belə bir fəlakətə səbəb ola bilərdi. O, yerin tarixini sakit, uzun bir çay kimi yox, böyük daşqınlarla, zəlzələlərlə, kütləvi qırğınlarla dolu bir hekayə kimi görürdü. Beləliklə, deməli, 19-cu əsrin əvvəllərində elmin ən böyük mübahisəsi başlayır.
Lyellin tədrici dəyişimi, yoxsa Cuvier'in qəfil fəlakətləri? Yerin tarixini hansı qüvvə formalaşdırıb? Tam olaraq. Cuvier'in tələbəsi Alcide d'Orbigny bu fikri daha da irəli aparıb deyirdi ki, yer tarixində 27 böyük fəlakət olub və hər fəlakətdən sonra böyük yaradıcı güc planeti tamamilə yeni canlılarla doldurub. Bu, fosil qeydlərindəki kəskin dəyişiklikləri çox gözəl izah edirdi. Amma bu elmi izahdan çox təkrar-təkrar ilahi müdaxilə tələb edirdi. Bu mübahisə o qədər qızğın olub ki, hətta karikaturalara da mövzu olub. Mənbələrdə geoloq Henri de la Beche'nin 1830-cu ildə çəkdiyi çox məzəli bir karikatura təsvir edilir. Karikaturada professor cübbəsi geyinmiş bir ixtiozavr, yəni o qədim dəniz kərtənkələsi, digər qədim məxluqlara mühazirə oxuyur. Çox məşhur karikaturadır. İxtiozavr digər skeletlər özünü tutub deyir ki, qulaq asın, gələcəkdə insanlar bizim bu sümüklərimizi tapacaqlar və var olduğumuza inanmayacaqlar. Onlar deyəcəklər ki, təbiət heç vaxt indiki vəziyyətindən bir addım belə fərqli olmayıb. Bu, birbaşa Lyellin indiki zaman keçmişin açardı fikrinə bir istehzadır. Sanki deyir ki, əgər sən indiki zamana baxıb keçmişi anlamağa çalışsan, bizim kimi möhtəşəm varlıqların mövcudluğunu heç vaxt qəbul edə bilməzsən. Bu dövrün elmi gərginliyini çox gözəl göstərir. Yəni, həm Lyellin təqdim etdiyi o dərin zaman, həm də Cuvier'in vurğuladığı kütləvi yox oluşlar və dəyişimlər. Hər ikisi də təkamül tapmacasının fərqli, amma vacib parçaları idi. Mütləq. Darwinin nəzəriyyəsi bu iki ideyanın sintezindən yaranıb. Ona həm dəyişim üçün milyonlarla il, yəni Lyell, həm də canlıları yeni yollar axtarmağa məcbur edən kəskin ekoloji təzyiqlər, o yox oluşlar, yəni Cuvier lazım idi. Canlıların zamanla necə dəyişdiyini anlamaq üçün, əlbəttə ki, əvvəlcə onların özlərini, yəni quruluşlarını anlamaq lazımdır. Bu da bizi birbaşa anatomiyanın yüksəlişinə, intibah dövrü İtaliyasına gətirir. Bəli. Burada İtaliyanın Padua Universiteti və onun tibb məktəbi bir ulduz kimi parlayır. O dövrdə Avropada insan bədənini öyrənmək üçün ən qabaqcıl mərkəzi idi. Çünki onlar bir şeyi başa düşmüşdülər. Qədim kitablarda yazılanlara kor-körana inanmaq əvəzinə, öz gözlərinlə görmək, öz əllərinlə toxunmaq lazımdır. Bəs bu sahədə kimlər önə çıxır? Mənbələrdə iki ad xüsusilə vurğulanır. Birincisi, Gabriele Fallopio, məşhur anatomdur. Onun 1570-ci illərdə hazırladığı skelet təsvirlərinə baxanda adam dəhşətə gəlir. Sanki bugünün tibb dərsliyindən çıxmış bir səhifədir. Hər bir sümük, hər bir çıxıntı inanılmaz dəqiqliklə təsvir edilib. Bu, insan bədəninə dini və ya fəlsəvi pərdə arxasından yox, tamamilə mexaniki obyektiv bir baxışı idi. Amma onun tələbəsi Hieronimo Fabrizio işi bir addımda irəli apardı. Necə yəni? O, nəyi fərqli edirdi? Fabrizio təkcə yekun məhsulu, yəni yetkin insanı yox, həm də istehsal prosesini öyrənməyə başladı. Onun Deformatione Foetus, yəni dölün formalaşması haqqında əsəri bir şah əsərdir. O, fərqli-fərqli heyvanların toyuq, it, qoyun, insan embriyonlarını yan-yana qoyub müqayisə edirdi və heyrətamiz bir şey kəşf etdi. İnkişafın ən erkən mərhələlərində bütün bu canlılar bir-birinə heyrətamiz dərəcədə bənzəyir. Deməli, onlar hələ təkamül haqqında bir kəlmə belə bilməsələr də, fərqində olmadan onun ən güclü sübutlarından birini sənətləşdirirdilər. Yəni, fərqli canlıların inkişafındakı o ortaq planı, oxşarlıqları. Tamamilə. Bu, sadəcə bədəni kəsib biçmək deyildi. Bu, canlılığın universal bir dilini, ortaq bir reseptini axtarmaq idi. Bu detallı müşahidələr və dəqiq təsvirlər olmasaydı, Darwin və digər təkamülçülərin işləyə biləcəyi bir material bazası olmazdı. Padua alimləri canlılar aləminin necə işlədiyini, onun ehtiyat hissələrinin nə olduğunu göstərdilər. Bu da daha sonra, bəs bu hissələr niyə bu qədər oxşardır, sualını soruşmaq üçün zəmin yaratdı. Yaxşı, gəlin bütün bu danışdıqlarımızı bir yekunlaşdıraq. Bugün sizinlə birlikdə təkamül fikrinin Darwindən çox-çox əvvəlki köklərinə baş vurduq. Səyahətimiz bizi Anaximandrın tikanlı qabıqdan çıxan insanlarından, müqəddəs Avqustininin itbaşlı insanların ruhu haqqında düşündüyü dilemmalara apardı. Buradan da geologiyanın qızğın döyüş meydanına daldıq. Bir tərəfdə Lyellin yavaş, sakit, tədrici dəyişim fikri,
Digər tərəfdə isə Küvyenin qəfil böyük fəlakətlər nəzəriyyəsi bu iki fikrin toqquşmasının Darwin üçün necə münbit bir şərait yaratdığını gördük. Və nəhayət, Padua anatomlarının iti neştərləri ilə canlıların quruluşunun dərinliklərinə endik. Bütün bu mənbələrdən çıxan əsas nəticə məncə budur. Təkamül fikri Darwinin bir anlıq Evreka anı deyildi. Bu, 2000 ildən çox davam edən bir söhbətin, bir estafetin nəticəsi idi. Hər bir mütəfəkkir, hər bir alim məşəli bir sonrakını ötürüb. Çox gözəl ifadə etdiniz. Anaksimandrın atdığı o ilk toxumdan Fabriciono'nun çəkdiyi embrion rəsminə qədər hər bir addım bu möhtəşəm elmi binanın bir kərpici idi. Darwin o kərpiciləri görüb onların arasına əlaqələndirici məhlulu, təbii seçmə mexanizmini qoyan və tağı tamamlayan böyük memar oldu. O tək başına bir saray tikmədi, sadəcə ondan əvvəlki nəsillərin tikdiyi möhkəm təməl üzərində son gübbəni yerinə qoydu. Və bu da bizi bugünkü araşdırmamızın sonuna gətirir. Amma sizi düşünməyə vadar edəcək son bir fikirlə ayrılmaq istəyirik. Bugün söhbətimizdə gördük ki, Charles Lyell kimi dövrünün nəhəng bir alimi belə ixtiyazavrların mühazirə oxuduğu bir karikatura ilə ələ salınırdı. O dövr üçün onun fikirləri absurd səslənirdi. Bu sizi də düşündürmürmü? Görəsən, bugün bizim elmdə qəti həqiqət, sarsılmaz bir qanun kimi qəbul etdiyimiz hansı fikirlərə 200 il sonraki nəsillər o karikaturaya baxdığımız kimi gülümsəyərək baxacaqlar.